Trigonometrik tənlərin həllərin düsturunu verək. Deməli, əvvəla bir yada salaq ki, vahid çevrə nə idi? Bir yada salaq. Vahid çevrədə, yəni radiusu vahid olan çevrədə vahid çevrə o deməkdir. Təbii ki, bu OX oxudur, bu da OY oxudur. Alfa bucağı tutaq ki, bir dənə alfa bucağı döndərdik. Burada bir alfa bucağı əmələ gəldi. Bunun üzərində bir nöqtə, nöqtənin koordinatları da x, y, düzdür. Radius da 1-də axı. Mən buradan belə çəksəm, burada bir düz bucaq alacaq. Hansı ki, bax bu məsafə y-dir. Bu məsafədə nədir? X-dir. İndi sinusun tərifinə görə sinus alfa bərabərdir. Qarşı kateti böldük nəyə? Hipotenuza, yəni y-i bölülən 1-ə. Y-i 1-ə böldümsə, o da y eləyəcək. Demək, belə çıxır ki, sinus alfa y oxudur. Yəni, bucağın sinusu vahid çevrədə y oxudur. Eyni aydeni yanaşsaq, kosinus alfa da bitişik kateti hipotenuza, yəni x-i 1-ə böləndə x alınır. Belə çıxır ki, alfa bucağının kosinus deyəndə x-in qiyməti nəzər tutulur. İndi tangesdə bilirik ki, nədir? Qarşı katet bölünsün bitişik kateti. Bunu nəzbə bilirik artıq. Kotangesdə onun tərsidir. Kosinus alfa, kotangesdə olacaq y böl x. Bunları biləndən sonra gəlinliyini tənləri həll edək. Birinci başlayırıq sinus x bərabər 1. Sinus x 1-dən başlayırıq həllinə. Sinus x 1-ə harda alır? Bilirik ki, sinus x 1-cə harda alır? Bax, 1 buradır da. Yəni, y 1 harda olur? Bax, burada. 1-cə yerdə. Ona görə nədir? Sinus x bərabərdir. 1-i alır pi böl 2-də, yəni 90 dərəcədə. 1-də üstə gəl 2 pi k. Niyə? Çünki vahid çevrədə gördüyünüz kimi bir tam dövr içərisində tək bircə yerini alır, 1 olur. Ona görə də 2 pi k əlavə edirik. Sinus x bərabər -1. Sinus -1'dir. Alır nə vaxt? Sinus axı tək funksiyadır. Tək funksiyadır niyə? Çünki baxın, alfa müsbət olanda y nədir? Müsbətdir. Alfa mənfi olanda isə y nə olur? Mənfi. Y olur mənfi. Ona görə də sinus tək funksiyadır. Yəni, sinusun qiyməti mənfidirsə, arqumentdə müsbət aldığı qiymətin əksi olacaq. Yəni, x olacaq nə? 1-i pi böl 2-də alırsa, -1-də mənfi pi böl 2-də alacaq. Üstə gəl 2 pi k. Bəs sinus x bərabər 0. Sinus x bərabər 0. Yəni, sinus alfa bərabər 0. Sinus alfa bərabər 0, yəni y bərabər 0. Əgər y 0-dırsa, əgər y bərabər 0-dırsa, y bərabər 0 nə deməkdir? Yəni, çevrə x oxunu neçə yerdə kəsir? 2 yerdə kəsir, görürsünüz. Ona görə də nədir? Bax, bunlar nədir? 0, pi, 2 pi, 3 pi və s. Yəni, pi'nin misilləri də pi, k. Bunlar sinusun nədir? Tənliyin kökləridir. Bəs ümumi halda 1, -1, 0 olmasa necə? Məsələn, sinus x bərabər 1,3. Bu tənliyin həlli yoxdur. Niyə? Çünki bildik ki, sinusun qiyməti vahid çevrədən də görürük ki, həm sinus x-in qiyməti -1 ilə 1 arasında olmalıdır. Həm də kosinus x-in qiyməti -1 ilə 1 arasında olmalıdır. Yəni, 1-dən böyüksə artıq bu tənliyin həlli olma şansı yoxdur. Eləcə də sinus x bərabər -tutaq ki, 2,3. 2,7 fərq etməz. Yenə -1-dən nədir? Böyükdür. Ona görə də -1-dən kiçik daha doğrusu. Yəni, modulu 1-dən böyükdür. Yenə bu tənliyin həlli yoxdur. Demək, tənliyin həlli olması üçün əvvəla -1-dən 1 arasında olmalıdır. Sonra ümumi həllə baxaq. Demək, sinus x bərabər a. Burada a -1 deyil, 1 deyil və 0 deyil. Yəni, a -1-dən böyük, 0 deyil, 1-dən də kiçik. Düzdür? Bax, bu arada olmalıdır. Onda x-in həlli nə olacaq? Düstur belədir. -1 üstündə k. K burada tam ədəddir. Arc sinus a plus pi k. Pi k. Burada niyə pi k olur? Baxın, vahid çevrədə baxın. Tutaq ki, bax, fikir verin. Sinus x bərabər 2-də 1-ə baxıram. Tutaq ki, mən. Məsələn, sinus x bərabər 2-də 1-ə baxıram. Baxın. Sinus 2-də 1 harda alır? Bax, tutaq ki, y bərabər y oxunu 2-də 1-də kəsən düz xət çəkirəm. Neçə yerdə kəsir? Bax, 1 burada, 1 də burada. Bu x-i, bax, bir fikir verin. 1-i pi böl 6-da kəsir. Düzdür? Sinus 2-də 1 harda alır? Pi böl 6-da. Düzdür? X pi böl 6 olmalıdır. Bir də, bax, bu nöqtə. Bu da nədir? Pi çıx pi böl 6-da. Ona görə, yəni ki, bunu bir yazsam,
Mənfi pi bölü 6 plus pi. Fikir verirsiniz. Mənfi pi bölü 6, müsbət pi bölü 6. Ona göre nedir? Bak bu mənfi bir üstünde k oradan yaranır. Bəs niye pi k? Gördüğünüz gibi burada nedir? Üstə gəl pi. Eyni qayda nedir? Dövrəni sayı artdıqca pi'nin misilləri orada nedir? Əlavə olunur. Çünki biz burada ilk həlini 0-2 pi arasında alırıq da. Yerdə qalanlar onun nedir? Dövrü qədər əlavə olunur. Ona görə də burada pi k olur həmişə. Mənfi bir üstünde k'da oradan gördüğünüz gibi hem mənfi pi bölü 6 hem müsbət pi bölü 6 ümumiləşdiririk. Onu mənfi bir üstünde k yazırıq. İndi bunu mesela nümunə yazıram. Sinus x bərabər tak ki kök altı 2 bölü 2. X bərabər yazıram mənfi bir üstünde k. Sual verirəm. Arcsinus a yəni sual ver deməkdir də. Sinus 2'də kök altı 2 bölü 2'ni hansı bucaqda alır? Təbii ki pi bölü 4'də alır. Plus pi k. Və salam həllədik. Başqa birini yazıram buradan açıq yerdən. Sinus x bərabər mənfi kök 3 bölü 2. Burada baxıram x bərabər mənfi bir üstündə k. Axı dedik sinus nədir? Tək funksiyadır. Sinusun qiyməti mənfidirsə, deməli bucaq da mənfidir. Onda belə çıxır ki k'nın nədir? 1 vaid oradan mənfi gələcək, 1 vaid artacaq. Mənfi bir üstündə k plus 1 olacaq. Yəni bu mənfinin əslində bu mənfinin üstündən edirik, əlavə edirik. Sonra sual veririk. Mənfini əlavə edəndən sonra kök altı 3 bölü 2'ye sual veririk. Sinus kök altı 3 bölü 2'ni harda alır? Hansı bucaqda alır? Pi bölü 3'də plus pi k. Görürsünüz bu şəkildə nə edirik? Həll elədik. İndi gəl keçək kosinus x'in. Kosinus x bərabər a tənliyin həllinə. Kosinus x bərabər a tənliyin həllinə. Baxaq. Birinci kosinus x bərabər 1. Kosinus x bərabər 1. Yəni kosinus 1'i harda alır? Yəni çevirə x oxunu, x oxunu. 1 olan qiymət neçə yerdə kəsir? Gördüğünüz gibi 1 yerdə kəsir də. Ona görə də hansı nöqtə 0'da? X bərabər 0 üstə gəl 2 pi k. 0 üstə gəl yazmırıq. 2 pi k. Bircə yerdə kəsir. Ona görə də 2 pi k yazırıq. Kosinus x bərabər mənfi 1. Təbii ki o da onun əksinə. Bax bu nöqtə olacaq. O da nədir? Pi'dir də. 0'ın əksi nədir? Pi'dir. X bərabər pi üstə gəl 2 pi k. Kosinus x bərabər 0 isə harda alır? Təbii ki 90'da, 270'də və s. Düzdür? Yəni pi bölü 2 plus pi k. Niye? Çünki kosinus 0 harda alır? 90'da. Bax burada qeyd edelim. Bax burada. 1 burada alır. 1 burada alır. Görürsünüz bunların arasındaki məsafə nədir? Bunun arasındaki fərq pi'dir. Ona görə buna bir pi k yazırıq. Deməli 90 dərəcə plus pi k. Və yaxud da belə yazmaq olur. Bəzi təlimlərdə belə də yazırlar. Deməli kosinus x bərabər 0. X bərabər plus minus pi bölü 2 plus pi k. Belə də daha doğrusu 2 pi k üzrsən. Plus minus pi bölü 2 plus 2 pi k. Əslində bu yazılışla bu yazılış eynidir. Çünki plus minus 2 pi bölü 2 yazanda plus 2 pi k elə bax bundan eyni nöqtələrin üstünə düşür. Yəni bəzi təlimlərdə belə yazılır, cavabı və təlimlərdə belə yazılır. Hər ikisini doğru olduğunu bilməlisiniz. Bəs kosinus x bərabər a tənliyin həllidir. Kosinus x bərabər a tənliyin həllidir. Əgər a müsbət isə, təbii ki birdən kiçik olmaq şərti ilə, çünki biri götürmüşük də. Axı bildik kosinus nədir? Funksiyadır. Cüt funksiyadır. Niyə? Çünki baxın cüt funksiya. Bax görürsünüz alfa mənfidir. Mənfi alfa da görürsünüz x heç dəyişmir. Görürsünüz eyni nöqtədir. Y əksinə dəyişir, x heç dəyişmir. Ona görə də alfa mənfi olanda, yəni bucaq mənfi olanda da yenə nə deyir? Əvvəlki qiyməti alır. İşarə heç dəyişmir. Ona görə cüt funksiyadır. X bərabər cüt funksiya olduğunu görə mənfi bucaqda da, müsbət bucaqda da eyni qiymət alır. Arc kosinus a plus 2 pi k. Çünki mənfidə aldığı qiymət ayrıdır, müsbət aldığı qiymət ayrıdır. Bunlar üst-üstə düşə bilmədiyinə görə onların nədir? Həlləri 2 pi k vahid bir-birinə nədir? Fərqlənir. Ona görə bu şəkildə yazırıq. Məsələn, kosinus x bərabər kök 3 bölü 2. Yazıram x bərabər plus minus sual verim. Kosinus kök 3 bölü 2'ni alır mı? Bəli, alır. Hansı bucaqda? Pi bölü 3'də plus 2 pi k. Bəs mənfi olanda niyə? Çünki bax burada görürsünüz müsbət olan hala baxdıq. Mənfi olan halda gəlin buna sərgiyə salım. Sinusda mənfi qarşıya çıxır, amma kosinusda deyil. Axı kosinusda biz demişdik axı arc kosinus əksi nədir? Daha doğrusu üzrsən tərsi nədir? Arc kosinus. Arc kosinusunun qiymətlər çoxluğu hansı aradadır? 0-dan
pi arasında olduğuna göre tabii biz bunun qabağına kosinus deməli bax bu mənfinin qabağına bax bu buzağın mənfisini qabağa ata bilmərik. Ona görə bax bu pi ilə 0 ilə pi arasında olduğuna görə yazacağım belə. Əgər kosinus x bərabər a tənini həll edəmsə, hansı ki a -1 ilə 0 arasındadır, yəni mənfi ədəddir. Onda mən yazacağım nə? Axı pi'yə qədər olmalıdır. Yazacağım pi plus minus pi çıx arc kosinus a. Yəni bax bu araya düşsün deyə yazıram pi çıx arc kosinus a plus 2 pi k. Məsələn yazıram kosinus x bərabər mənfi kök 2 bölü 2. Onda yazacağım x bərabər plus minus yazandan sonra mənfi olduğunu görə yazacağım pi çıx. Yəni kosinus mənfini bildik ki kör bucaqda alır da. Görürsünüz kosinus burada nədir? İti bucaqda müsbətdir. Mənfi olmasın artıq bu nədir? Kör bucaq olmalıdır. Keçməlidir nəyə? Bax bu ikinci rübə bax bura. Ona görə. Deməli yəni kör bucaq olmalıdır. Yəni pi bölü 2-dən böyük olmalıdır. Pi ilə pi bölü 2-nin arasında. Ona görə də pi çıx yazırıq. Pi çıx kosinus yazandan pi çıx yazandan sonra mənfi artıq nədir? Əhəmiyyət itirir. Sual veririk. Pi bölü kök altdakı bölü 2-ni hansı bucaqda alır? Pi bölü 4-də plus 2 pi k. Buradan alırıq x bərabər plus minus 3 pi bölü 4 plus 2 pi k. Buradan da qeydlədik. Burada bir şey fikir verək, müəllimlər. Deməli bir şeye dikkat edək ki, gördüğünüz kimi, bax bu çox önəmli tənlərin həllində. Deməli, sinus x 0 harda alır? Pi k'da, düzdür? Həmin pi k'da da kosinus nədir? Plus minus 1 daxil müsbət 1, mənfi 1. Yəni 0'da 1'dir, pi'də mənfi 1'dir, 2 pi'də 0, 1'dir, 3 pi'də mənfi 1'dir. Yəni pi k'nın misillərində kosinus x hökmən nədir? Plus minus 1'dir. Yəni tənliyimizin həllində əgər biz desək ki sinus x bərabər olmasın 0, onda hökmən bölündə qeyd eləməlisiniz tənliyimizi doğru əldə etmək üçün. Kosinus x bərabər deyil plus minus 1. Eyni qayda ilə tərsi də doğrudur. Kosinus x'in 0 olduğu yerdə, yəni pi bölü 2'nin misillərində, onda tək misillərində. Onda sinus x'də nə olur? Plus minus 1 olur. Düzdür? Yəni əgər mən tənliyimdə yazsam ki kosinus x bərabər deyil 0 yazmağa məcbur qalsam, bölünən AB yazmalıyam sinus x bərabər deyil plus minus 1. Doğru həlləməyin qaydası budur. Bərabərdir. Yəni bu ikisi eynidirsə, bu ikisi eyni olmalıdır. Bu ikisi cüt götürülürsə, bu ikisi cüt götürülməlidir. Məsələn, nümunə yazıram. Yazıram, baxın. Ta ki tənlik yazıram. Fikir verin. Deməli yazıram sinus x plus 1 bölünsün kosinus x bərabər 0. Ta ki bir tənlik həlləmək istəyirəm. Əvvəla məxrəc var burada. Görürsünüz, məxrəcdə kosinus x var. Qeyd eləməliyəm kosinus x bərabər deyil 0. Bundan paralel yanına qeyd eləməliyəm sinus x bərabər deyil plus minus 1. Yazandan sonra bunu qeyd edəndən sonra yazıram. Tənliyimə qayıdıram. Tənliyim nədir? Kəsirdir. Kəsirin qiyməti nə vaxt 0'dır? Surət 0 olanda yazıram sinus x plus 1 gərək bərabər olsun 0'a. Yəni sinus x bərabər olsun mənfi 1'ə. Axı mən demişdim sinus x mənfi 1 olmasın. Demək mən bu tənliyi həll etməyə həll edə bilmərəm. Buradan aldığım həll kənar kök olacaq. Ona görə də bu tənliyi həlləmirəm. Çünki mən demişdim sinus x bərabər deyil mənfi 1 olsun. Biz isə sinus x bərabər mənfi 1 tənliyi həll etməməliyik. Ona görə də. Yəni tənliyimiz nədir? Həlli yoxdur, boş çoxlu. Yəni bu şəkildə bəzi tənlilərdə həlli nəzərə almaq lazımdır. Keçək tangens və kotangens. Bunların həlli çox asandır, sadə tənlilərdir. Daha doğrusu sadə düsturlardır. Çox sadədir. Y bərabər tangens x. Y bərabər tangens x funksiyasının qiymətlər çoxluğunu bildik nədir? Mənfi sonsuzluq müsbət sonsuzluq olduğuna görə də burada tangensin bərabər olduğu ədədin müəyyən bir sərhəddi yoxdur. Yəni tangens x bərabər a burada istənilən ədəd ola bilər. Mənfi sonsuzluq müsbət sonsuzluğa qədər istənilən ədəd ola bilər. Yazırıq x bərabər arc tangens a plus pi k. Məsələn tangens x bərabər 3. Yazım x bərabər arc tangens 3. Düzdür, bunun konkret qiymətini bilmirik. Tangens 3 harda alır, bilmirik onun konkret qiymətini. Ona görə də arc tangens 3 üstə gəl pi k şəklində yazırıq, bu qalır. Bəs mənfi olsun necə? Tangesdə sinus kimi tək funksiyadır. Bildik ki tangensin, arc tangensin, yəni tangensin tərsi olan arc tangensin qiymətlə çoxluğunu yada salaq. Mənfi bölü 2 ilə pi bölü 2 arasında olduğuna görə onda arqument mənfi olanda qabağa çıxır. Çünki bax bunlar bir-birinə əksdir axı. Məsələn yazıram tangens x bərabər mənfi
Kök altında 5. Yazdım x beraber. Menfi görürse bak burada menfi birbirine eksi olacak. Onu gördüm nedir? Menfi atırım karşıya. Arctangens kök 5 plus pi k. Kök 5 hansı konkret kıymeti yok değil mi? Bu şekilde saklayırıq. Tangens x beraber menfi 1. Yazırım x beraber menfi atırım karşıya. Tangens 1'i harda alır? Pi bölü 4'te plus pi k. Gördüğünüz gibi ne yedik? Həll etdik bu şekilde. Eyni qaydan kotangens x'ində. Kotangens x'də ama müsbət olanda mənfi olanda fərqli olur. Çünki kotangesin, ark kotangesin, yani kotangesin qiymətlər çoxluğunun ark kotangesin qiymətlər çoxluğu da bildik ki ark kosinus kimi mənfi olmur da. Ona göre de bildik ki nədir? Sıfırla ama sıfırı almamaq şərtindən pi arasında kosinus da alır, burada almır. Bayaq beraber yazmıştım kosinus da yoksa yok bilmədim, unuttum. Ark kosinus a sıfırı da alır, pi'ni de alır. Kapalı mütercide. Bak burada. Ama arctangens sıfırdan pi'ni almamak şeklinde bu arada olur. Yazırıq arctangens, daha doğrusu kotangens x beraber mesela için 5. Bu da nədir? Bunun da qiyməti çoxluğu tangens kimi mənfi sonsuz müsbət sonsuza qədər alıb. Təyin olunduğu oblastda. Yazırım x beraber müsbət olduğuna görə yazırım arc kotangens 5 plus pi k. Çünkü kotangesin a'ya beraber olduğunda a müsbəttir. Müsbət olduğunda yazılır x beraber arc kotangens a plus pi k. Niye pi k? Çünkü kotangesin tangesinde bildik ki en kiçik dövrü pi'dir. Onu göre pi k yazırıq. Bunlarda standart değişmir. Həmişə pi k'dır. Mesela yazırım kotangens x beraber. Mesela yazırım menfi ne yazım? Kök 3. Kök 3. Yazım x beraber arc kotangens axı arc kotangens yazmalı görürsünüz. Bax arc kotangens mənfi olmazsa qabağa mənfi çıxmaz. Ona görə də o mənfi olmasın deyə baxma pi çıx yazacağıq. Pi çıx yazandan sonra bu mənfi artıq bura gəldi. Kotangens kök 3 bölü 2'nin harda alır? 30'da. Yani pi bölü 6'da plus pi k. Bunu da toplayanda daha doğrusu sadeleşende 5 pi bölü 6 plus pi k. Kosinusla kotangens mənfini harda alır? Kör bucaqda. Yani aslında tangens diyorlarlar ama tangens tek fonksiyon olduğuna göre argumentler birbirine eksi olur ona göre. Karıştırmayaq bunları. Bildik mi? Bunlarla nəli həll edəcəyik? İndi gəlin bir iki misala baxaq burada. Bəzi misallara baxaq. Bunlar sadə dəyinlədir. Bunlar sadə, çox sadələrə baxmayaq. Biraz irəli gedək. Mesela bu təlini həlləmək üçün biz nədir? Bilməliyik burada düsturları, əsas trigonometrik düsturları bilməliyik. Bilməliyik ki sinus alfa, burasının kosinus alfa hasilini gördüksə 2'də 1 sinus, bax bu bucağı 2'ye vuruq, yəni və yaxud da bunları toplayırıq. 2 alfa. Bax bundan istifadə edəcək. Yazıram 4 vurulsun. 4 vurulsun yazıram çünki burada 4 də ola bilər, 3 də ola bilər. Ümumiyyətlə heç nə olmaya da bilər. Bax bunun əvəzini yazsam nə? Sinus x bölü 2'ni 2'ye vuranda və yaxud da bu 2 tanesini toplayıram, eyni şeydir. 2'ye vuranda bir dənə x qalır. Düzdür? Bərabər 1. Qabaqda 2'də 1 unuttun. Bax bu 2'də 1 unuttun. 4 vurulsun 2'də 1. 4'dən də 2'də 1 xısa geri qaldı 2 sinus x bərabər 1. Sinus x bərabər 2'də 1. 2'də 1 müsbət olduğuna görə yazıram nə? Mənfi üstündə müsbət olduğuna görə mənfi üstündə k yazıram. Yazandan sonra yazıram sinus 2'də 1 hansı bucaqda alır? Təbii ki pi böl 6'da plus pi k. Sinus 2 pi k'nı bircə pi böl harda alır? 2 pi k'nı bircə 90. Birinə mənfi 1'də alır. Qalan hallarda pi k'dır. Demək bu da hansı variant? Təbii ki A variant olacaq. Başqa bir misal, bu da 17-12 midir. Başqa birini baxaq, bunlar çox sadədir. Biraz irəli gedək. Məsələn 20'ye baxaq. Gəlin bax bu ifadəni sola keçirək. Yazırıq nə? Sinus 2x minus sinus 2x sinus 5x. Birini digərinə keçirək. Məsələn, bunu sola keçirə bilərsiniz və yaxud bunu sağa keçirə bilərsiniz. Sağa keçirək. Kosinus 2x kosinus 5x çıxılsın sinus 2x sinus 5x bərabər 0. Bu bizə bir düsturu xatırladır. Hansı düsturdur? Kosinus alfa kosinus beta çıxılsın sinus alfa sinus beta. Bu bilir ki kosinus sinus. Bu bilir ki nədir? Kosinuslanacaq. Kosinus və bax bu işarə nədir? Aradakı işarənin əksi olacaq. Yəni alfa burada çıxsa üstə gəl beta yazacağıq. Yəni buradan alırıq ki kosinus
Açıq olduğuna görə bucaqları toplayacağım. 2x ilə 5x toplayıram. 7x bərabər 0. Yazandan sonra yazıram 7x bərabər. Mənim arqumentim 7x daxı. Yazandan sonra sual verirəm. Kosinus 0 harda alır? Pi bölü 2 plus pi k'da. Kosinus bircə pi k'nı alır. Bircə 0'da pi k alır. Qalan hallarda 2 pi k'dır. Buradan alırıq x bərabər. Pi bölü 14 plus pi k bölü 7. Cavabımız budur. O da B variantında olacaqdır. Sonra baxaq. Başqa birinə baxaq görək. Başqa nə var burada? Biraz fərqli olan misallara baxaq. 21'ə baxaq. 21'ə baxırıq. Deməli, əvvəla burada kotanges x var. Kotanges x vurulsun 2 üstə gələk sinus x. Bildik ki, kotanges x bərabər nəyə? Kotanges x bərabərdir. Kosinus x bölünsün sinus x. Hökmən bir yerdə qeyd edirik ki, sinus x bərabər deyil 0. Bölündə də kosinus x bərabər deyil. Plus minus 1. Bunu qeyd edin. Çünki bunların ikisini də görsəniz bilin ki, bu həll deyil. Bunu hökmən yazmaq lazımdır. Yazandan sonra yazıram kotanges x. Kotanges x bərabər. Yazıram buradan. Kosinus x bölünsün sinus x bərabər 0. Çünki kotanges bu daxı. Buradan da alıram ki, kosinus x bərabər 0. Təbii ki, burada baxıram. Bu araya düşmür. Onda yazıram x bərabər. Kosinus 0 harda alır? Kosinus 0 alır. Pi bölü 2 plus pi k'da. Başqa ikinci vurğumuz da budur. 2 plus sinus x bərabər 0. Sinus x bərabər mənfi 2. Axı bildik sinusun qiymətlər çoxluğu mənfi 1 ilə 1 arasındadır. Yəni tənliyin həll olması üçün gərək sinus bax buna bərabər olsun da. Mənfi 1 ilə 1 arasında 1 ədədə bərabər olsun. Yəni əgər bərabər olduğu bax bu a ədədinin modulu 1'i aşırsa, onda bu tənliyin modulu, yəni müsbət və yaxud mənfi fərqi yoxdur. Modulu 1'dən böyükdürsə, artıq bu tənliyin həlli yoxdur. Yəni burada nədir? Tənliyin həlli almırıq. Əlimizdə qalıb bir dənə bu həll. O da hansı variant? C variantında. Görürsünüz, eyni qaydın o birlərinə baxırıq. Bunlar sadədir, baxaq. Arqumentin mənfi varsa, bildik ki, kosinus bircə nədir? Cüt funksiyadır. Tangens, kotangens, bir də sinus. Bunlar tək funksiyadır. Yəni bu mənfini buradan inin, elə bu başdan atın qarşıya, onu da atın sağa. Yəni bax bir adım gedin də. Yəni olacaq kotangens x bölü 4 bərabər mənfini atdım qarşıya, sonra sağa atdım mənfi 1. Və salam yazandan sonra yazıram buradan kotangens sözünü bir türlü yaza bilmirəm. Yeni versiyada. Buradan alalım x bölü 4 bərabər kotangens mənfiyə bərabərdirsə, biz nə yazırıq? Pi çıx yazırıq. Pi çıx kotangens 1 harda alır? Pi bölü 4'də plus pi k. 4'ə də vursam x bərabər 4 pi çıx pi, yəni 3 pi plus 4 pi k. Cavabımız budur D variantı. Başqa bir misala baxaq. Məsələn, baxırıq sinus 26'ya baxırıq. Deyək ki, sinus, baxın, sinus x bərabər 0'dan 99. Birdən kiçikdir deyə bunun həlli var. 99. Deyək 0-2 pi arasında neçə həlli var? Bax, məsələn, həllini soruşanda ya qrafikin həllini, ya da vahid çevrədən. Sayın soruşanda konkret. 0'dan baxıb bildik bu 1'dir. Sinus da y oxu üzərindədir, bildik ki, kosinus da x oxunun üzərində yazırıq. Bu 1'dir. Bu da 0'dan %99, 1'dən kiçikdir. Ona görə də 1'dən aşağı birdən xətt çəkirik. Çevrən neçə yerdə kəsir? Təbii ki, 2 yerdə kəsir. Tam çevrən, tam dövrdə 2 yerdə kəsir. Burada 0 ilə 2 pi arasında. Yəni tam çevrəyə baxırıq. 2 yerdə kəsir, deməli nədir? 2 həlli var. Amma desəydi mən pi bölü 2 ilə pi bölü 2 arasında desəydi neçə həlli var? Çox diqqət etmək lazım. Mən pi bölü 2 burada axı bildik. Mən pi bölü 2 buradır. Mən pi bölü 2 ilə pi bölü 2'nin arasında neçə yerdə kəsir? Gördüyünüz kimi bir yerdə. Onda deyərdik bir dənə həlli var. Diqqət tutmaq lazımdır. Yəni sayın soruşanda bilin ki, qrafikdən istifadə edin ya da vahid çevrədən sayın soruşanda hökmən. Baxaq məsəl üçün nəyə? 29'a. Burada sinus 8x vurulsun sinus 16x bərabər 0. Bu nə deməkdir? Ya sinus 8x bərabər olmalıdır 0'a. Ya da sinus 16x bərabər olmalıdır 0'a. Ya sözünü görürsünüz. Ya sözünü görürsünüz də bilin ki, burada nədir? Həllərin birləşməsini götürəcəyik. Ya sözü nə demək? Ya onu ödəsin, ya bunu ödəsin. Yəni fərq yoxdur. Ya onu olsun, ya bunu. Yəni birləşməsini götürürük də. Onda bunu həll edirik. Deməli 8x bərabər sinus 0 harda alır? Pi k'da düzdür? Pi k. Onda x də bərabər pi k böl 8.
Burada ise yeni qaydanı alalım. X beraber pi n bölünsün 16. Tabii ki bu bundan daha genişti de. Bakın pi bölü 16 pi bölü 8'den daha geniştir. Bak bu daha geniş çoxluqdur. Niye? Çünkü pi bölü 6 olanda bakın ki verin. Pi'ni 8 yere böləndə necə düşür? Ya da belə baxaq, tənə götürüm. Birləşməsi deyəndə baxın fikir verin. Bir iki də nöqtə versin, görəcəksiniz hansı daha nöqtədir. Baxın. Bak burada K0 olsa 0. K1 olsa pi bölü 8. K2 olsa, bak buradan diyelim ben K'ni 2 yazsam pi bölü 4. K3 olsa 3 pi bölü 8. K4 olsa pi bölü 2 vesaire devam edecek. Burada K'nın yerine 0 yazsam 0. Görürsünüz üstte düştü. N yerine 1 yazsam N yerine 1 yazsam pi bölü 16. N yerine 2 yazsam pi bölü 8. N yerine 3 yazsam 3 pi bölü 16. 4 yazsam pi bölü 4. Görürsünüz fikir verin. Bak baba 0 bunun içindedir. Pi bölü 8 de bunun içindedir. Sonra pi bölü 4 de bunun içindedir. Yani bunun həllərinin hamısı bak bunun içinde olacak. Yani böyle çıxır ki bu bak bu 8 pi k bölü 8 pi k bölü 16'nın içerisindedir. Yani həllimiz olacak ne? Pi k bölü 16. Yani pi n bölü 16 bu variantı olacak. Dikkatli olun böyle misallarda. Ya ne demek? Yani birleşmesini götürəcəyik. Birleşmesini götürəcəyik. Və yaxud da belə götürə bilərsiniz. Baxın. Bax bu fikir. Pi k bölü 8 deyildi. K'nı qoyuram ki kənara. Pi'ni 8'e bölünsə düşür. Pi'ni 22/5. Yani 45'in bak bu 45 burada. Bura pi bölü 4'tür. Düzdür. Onda bir de birincisi bura düşecek. Birinci bura düşüyor tabii ki. İkincisi bura, üçüncü bura, sonra bura, sonra bura. Bu şekilde gelir düzdür. Her dörtten sonra 1, 2, 3, 4, 5. 1, 2, 3, 4, 5 bu şekilde gelir. Diye bak bu ise pi k bölü 16. Yani bunu 2 dəfə də xırdalıydı daha çox. Yani bak belə, bak fikir verin belə. Görün. Her format diyelim ki belki başa düşesin. Bura düşüyor, biri burada. Bunlar üstə düşür, görürsünüz. Yani aslında bak bunun həllərin içərisindədir. Ona görə də bir variant götürürük. Yani o çevrede de qeyd edib baxa bilərsiniz. Belə misallarda biraz diqqətli olmaq lazımdır. Düzü sadələndir ama yenə də. Bunlar asandır. Bu bildik ki bak bu cəm 1'dir də. Alırıq ki 1 çıx kosinus 2x beraber 0. Kosinus 2x beraber 1. 2x beraber kosinus 1 alır. Pi k'da 2 pi k'da daha doğrusu. X de beraber pi k. Yani D variantı bu şekilde. Mesela buna baxırıq. Bunun oxşarını desini belki izahda vermiştim. Tangens bildik ki tangens x beraberdir. Sinus x bölünsün kosinus x. Məxrəcdə olduğuna göre yazırıq kosinus x beraber değil 0. Yani sinus x beraber değil. Hər ihtimala qarşı yazın hökmən. Beraber değil plus minus 1. Çünkü bəzən lazım olur da. Yerində istifadə edəndə gözdən qaçmasın. Kosinus x 0 deyilsə, yəni burada 0 ola bilməz. Bu heç. Qalır tangens x beraber 1. X de beraber tangens 1 harda alır. Pi bölü 4 plus pi k'da o da hansı variant? Pi k veya da pi n fərqi yoxdur. Hərfin hiçbir önemi yoxdur. Dikkat edək. Biraz daha irəli gedək. Bax, fərqli misallara baxaq, görün nə var burada. Bunlar çox sadə təminlərdir. Yine bunu bayaq demiştim. Bax bunu 2'də 1 sinus 2 kısım kimi yazın. Beraber kök 3 bölü 4. Bu şekilde yazın, əldə edəcəksiniz. Bu aslında bunun qiymətini yazın yerine alacaksınız. Bu hiç bu. Çok sade bir şeydir. Mesela buna baxaq. Kosinus 50 bildik ki sinus 40'dır. Onda bu islah gedəcək. Qalacaq ilə kosinus 3x beraber 0. Bu tənni əldə edəcəksiniz. Bunlar çok sade bir şeylerdir. Biraz daha ileri gelin, görün ne var burada. Burada da kotangens 73'ün tangens 17 olduğunu alsanız çarpaz vuranda tangens 17 kotangens 17 1 olur.
Yani sinüs x beraber 1'e çevrilir. Bunun değerini bilirsiniz. De bilmezsiniz. Bunlar sadece bunlar bilək. Bunlar hiç. Burada yine düsturdan istifadə edeceksiniz. Hükmen. Bir de 69'a baxaq. Bildik ki kosinus kvadratı x çıxılsın sinus kvadratı x beraber kosinus 2x'e. Eyni qaydayla kosinus üstü 4x çıxılsın sinus üstü 4x de kosinus 2x'dir. Niye? Çünkü bak bunu a kvadrat çıxıb b kvadrat kimi ayırsaq, orada kosinus kvadratı x üstə gəlir sinus kvadratı x'in 1 olduğunu gördük. Ona göre de nədir? Yəni kosinus 2x olacaq. İndi bunu kosinus 2x olduğunu nəzərə alsaq, alıq kosinus 2x beraber a çıx 1. Deyir ki a'nın hansı qiymətlərində həlli var? Bu bildik ki kosinus x'in kosinusun nə vaxt həlli var? -1 1 arasında olanda tənliyin həlli olur. Yəni a çıxılsın 1 -1'dən böyük, 1'dən kiçik olmalıdır. Onda a da 2 ilə 0 arasında olacaq. D variantı. Trigonometri üsullardan istifadə edəcəyiz təbii ki. Bunlar sadədir. Bunları müxtəsərlə açacaqsınız. Biləcəksiniz nə olur. Müxtəsərlə açın. Mesela burada baxaq. Nədir burada? Bax deyir sinus pi kosinus x beraber 0'a. Sinus nə vaxt 0'dır? Pi k. Yəni pi kosinus x pi k. K da tam ədəddir də. Buradan pi ilə x'ə geçsək qalır kosinus x beraber k. Yəni k'da nə ola bilər? Kosinus həll olması k 1, -1 bir də 0 ola bilər də. -1, 1, 0. -1'i burada alır. 0'ı burada alır. -1 də burada alır. Düzdür? Yenə 0'ı burada alır. Gördüğünüz gibi nədir? 90 dərəcədən bir neyinir? Kök alır. O da pi k'nın pi bölü 2'nin neydi? Misilləridir də. Pi k bölü 2. O da D variantı. Yine diyelim burada k tam ədəddir. Hansı tam ədədlərin olanda həlli var? 1, -1 bir də 0 ola bilər də. Başqa ola bilməz. Çünki -1'dən böyükdür. -1 1'dən 1 arasında olmalı çünki. Bax buradan. Burası sadədir bax. Bunları əlləmək üçün ama siz bunu əlləmək ne lazım bize? İki türlü bak fikir verin. Bildik ki sinus kvadratı x üstte gerek kosinus kvadratı x beraber 1. Eğer bakın eğer kosinus kvadratı x 1'dirse onda sinus kvadratı x otomatik ne olur? 0 olur. Yani bunu əlləmək için sinus x beraber 0 təninin həlliliği yeterlidir. O da pk'da da E variantı. Dikkatli olun. Biraz nedir? Dikkat tələb edir də bunlar. Az biraz dikkatli olun. Mesela bu tipləri həll etmək üçün bunlar bir cins funksiya deyirlər də. Hamısını bölür nəyə? Bak fikir verin. A sinus x plus b kosinus x beraber c tənini həll etmək üçün hamısını kök altında a kvadratı üstə gerek b kvadratı ifadesini bölürük. A burada 1'dir, b de 1'dir. Kök altında 1'in kvadratına 1'in kvadratını toplayanda 2 ediyor, düzdür. Hamısını 2'ye bölsək, kök altında 2'ye daha doğrusu. Alacağıq 1 bölü kök 2 sinus x plus 1 bölü kök 2 kosinus x beraber 1. Bu da bildiğimiz kimi toplama düsturda. Bak bunun əvəzini yazıram. Bunun əvəzini yaza bilərəm. Kosinus pi bölü 4 yaza bilərəm də. Bunun əvəzini sinus pi bölü 4 yaza bilərəm. Ne alacağım? Sinus x vurulsun kosinus pi bölü 4. Üste gerek kosinus x vurulsun sinus pi bölü 4. Bu da sinus x plus pi bölü 4'ün açılışıdır. Beraber 1. Bu tənini əldə edəcəksiniz. Ama birbaşa yazmaq daha yaxşıdır. A sinus x plus b kosinus x beraber c tənini əldə etmək üçün yazırıq belə. Deməli kök altında bak bunu yazıram belə. Kök altında a kvadratı plus b kvadratı yazandan sonra yazıram sinus x plus fi beraber c. Hansı ki fi nedir? Tangens fi beraberdir. Modul b bölünsün modul a. Yani kosinusun karşısındaki sinusun karşısındaki bölürük. Hökmen a bunu nəzərə almaq lazım. Bak bu fi bucağı budur. İndi bak görürsünüz burada nədir? Bak hemen qaydına geçsem bak fikir verin. Sinus x
Kosinüs x beraber kök 2 değil. Kök altında bunun emsalları 1'de. Bir de buradan kurtaracağım 2'yi. Yazarım sinüs. X burada plus olduğunu göre plus yazarım. Minus olsa minus yazardım. Demek yazarım bak bu 1'i böldüm bu 1'e 1 ile. Tangeçte 1'i arda alır. Bir böl 4'te. Kök 2'yi versem kök 2 ile geri kalır bu beraber 1. Onu da elde edeceksiniz alacaksınız.